Salam, heç düşünmüsünüz effektiv lider olmaq əslində nə deməkdir? Gəlin bugün birlikdə müasir liderliyin sirlərinə başvuraq. Görək bugünün çətin problemlərini həll etmək üçün hansı strategiyalar lazımdır və hansı müdrik qaydalar zamanın sınağından keçib. Gəlin elə birbaşa məsələnin özündən başlayaq. Bir anlıq təsəvvür edin, şirkətlərin deməli düz 85% deyir ki, bizim komandalarımızda təcili olaraq liderlik bacarıqlarını inkişaf etdirməliyik. Dəhşətli bir rəqəmdir, elə deyilmi? Bu ortada nə qədər böyük bir boşluq olduğunu göstərir. Yəni bu sadəcə ofisdə işlədilən dəbli bir söz deyil, həqiqətən də kritik bir ehtiyacdır. Yaxşı, bəs bugünkü dünyamızda bir lideri lider edən nədir? Gəlin baxaq. Bilirsiniz, biz adətən lider deyəndə ağlımıza hansısa bir vəzifə gəlir. Amma əslində məsələ bundan qat-qat dərindir. Lider o şəxsdir ki, komandası ona inanır, güvənir və onun rəhbərliyini könüllü olaraq qəbul edir. Və bax, bu cədvəl aradakı fərqi çox aydın göstərir. Fikir verin, lider gələcəyə baxır, bir vizyon yaradır, insanları ruhlandırır. Menecer isə daha çox bugünkü işlərlə məşğuldur. Tapşırıqlar verir, sistemləri idarə edir, riskləri azaldır. Belə demək olarsa, biri gələcəyi inşa edir, o biri isə bugünü sahmana salır. Yaxşı, başa düşdük ki, liderlik sadəcə idarə etmə deyil. Və sonda nədir? Elə günümüzün bu qarışıq, sürətlə dəyişən dünyası üçün ortaya çox maraqlı bir model çıxıb, adaptiv liderlik. Burada əsas məsələ nədir, bilirsiniz? Artıq o köhnə filmlərdəki kimi bir qəhrəman gəlib hər şeyi tək başına həll etmir. İndiki liderlik, mürəkkəb, bir-birinə dolaşmış problemləri bütün komanda ilə birlikdə çözmək sənətidir. Yəni bu, tam bir komanda oyunudur. Yaxşı, bəs bu mürəkkəb problemlər dediyimiz nə olan şeydir? Adaptiv liderlik modeli deyir ki, durun bir dəqiqə, bütün problemlər eyni deyil. Gəlin onları iki fərqli kateqoriyaya ayıraq, onda hər şey daha aydın olacaq. Baxın, fərq çox kəskindir. Texniki problem nədir? Məsələn, kompüter xarab olub, ustasını çağırırsan, düzəldir. Həlli bəllidir. Amma adaptiv problem, deyək ki, şirkətdəki köhnəlmiş düşüncə tərzini dəyişməkdir. Bunun hazır resepti yoxdur. Birincini həll etmək üçün ekspert, mütəxəssis lazımdır. İkincini həll etmək üçünsə, bax, əsl lider lazımdır. Bəs yaxşı, adaptiv liderlər bu qeyri-müəyyən problemlərlə necə bacarır? Onların 4 əsas prinsipi var. Birincisi, emosional zəka, yəni həm özünü, həm də başqalarını anlamaq. İkincisi, təşkilati ədalət, hər kəsə hiss etdirmək ki, sən burada dəyərlisən. Üçüncüsü, daimi inkişaf, yəni köhnə üsullar işləməyəndə yenilərini öyrənməkdən çəkinməmək. Və dördüncüsü, güclü xarakter, insanların sənə inanması və hörmət etməsi üçün. Amma bütün bu müasir modellər, strategiyalar əslində hekayənin sadəcə bir üzüdür. Bütün bunların təməlində dəyişməz bir şey var, insan psixologiyası. Və təxminən 100 il əvvəl elə bir adam ortaya çıxdı ki, bu qaydaları bəlkə də hamıdan yaxşı anladı və izah etdi. Söhbət əlbəttə ki, Dale Carnegie-dən gedir. Onun hələ 1936-cı ildə qələmə aldığı prinsiplər o qədər fundamental, o qədər dərindir ki, fikir verin, texnologiya dəyişir, dünya dəyişir, amma insan təbiəti dəyişmir. Elə buna görə də Carnegie-nin dedikləri bugün də ilk günkü kimi aktualdır. Carnegie deyirdi ki, tənqid etməyin heç bir mənası yoxdur. Niyə? Çünki tənqid insanı birbaşa müdafiəyə keçirir. Onlar dərhal öz hərəkətlərinə bəraət qazandırmağa başlayırlar. Bu isə heç bir nəticə vermir. Deməli, Carnegie-nin məsləhəti nədir? İnsanları mühakimə etməkdənsə onları anlamağa çalışın. Özünüzə sual verin. Görəsən o niyə belə etdi? Bax, əsl liderlik bu səmimi anlama cəhdindən başlayır. Çünki anlamaq tolerantlıq gətirir, tolerantlıq isə güclü münasibətlər yaradır. Əslində bu, bayaq danışdığımız adaptiv liderliyin o insani tərəfidir, onun ürəyidir. Yaxşı, gəlin indi bu iki böyük ideyanı birləşdirək. Müasir adaptiv liderlik modeli ilə Carnegie-nin ölməz müdrikliyini necə bir araya gətirmək olar? Cavab, gələcəyin liderindən gözlənilən xüsusiyyətlərdədir. Bax, bu da gələcəyin liderinin resepti, belə desək, və fikir verin, burada söhbət təkcə strategiyadan getmir, həm də birbaşa insanlardan gedir. Mükəmməl dinləyici olmaq, insanların güvənini tez qazanmaq, başqalarının inkişafına yatırım etmək və əlbəttə empatiya, bunlar artıq ikinci dərəcəli deyil, əsas məsələlərdir. Və niyə bu qədər vacibdir? Çox sadə. Aparılan son araşdırmalara bir baxın. İşçilərin düz 91% düşünür ki, onların rəhbərinin ünsiyyət problemi var. Bu, inanılmaz bir rəqəmdir və göstərir ki, gələcəyin liderləri üçün nə qədər böyük bir iş sahəsi var. Yəni, yekun olaraq nə deyə bilərik? Əsl liderlik, güc göstərmək, hər şeyi nəzarətdə saxlamaq deyil, tam əksinə, başqalarını gücləndirməkdir. Sənin işin onlara öz potensiallarını kəşf etmək üçün imkan yaratmaqdır. Bu, güc nümayişindən səlahiyyət verməyə keçiddir. Bax belə. Deməli, bütün prinsiplər, bütün qaydalar ortadadır. Amma bir şey bilmək başqa, onu həyata keçirmək tamam başqa bir şeydir. Əsas sual isə budur. Bəs siz bu prinsipləri öz həyatınızda, öz işinizdə necə tətbiq edəcəksiniz?